Vyetnamda Fermat Riyaziyyat yarışmasının final mərhələsində uğurlu çıxış edən təmsilçilərimiz vətənə qayıtdı. Yeniyetmələrimizi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailə üzvləri qarşıladılar. Mənim üçün çox çətin olmadı, çünki hər şey bilirdim. Gələcəkdə belə olimpiyadalarda daha çox iştirak eləməyi planlaşdırıram və daha yaxşı yerlərdə olacam. Bu tür olimpiyadalarda mənə gələcəkdə daha yaxşı universitetdə oxumağıma kömək eləyəcək. Gənclərə də daha çox oxumağı tövsiyə edirəm. Çox oxumaq lazım deyil, düzgün oxumaq lazımdır məncə. FMO olimpiyadanın Bakıda yazmışıq, sonra isə Vyetnama getmişik. Orada international tur yazmışıq və qalib gəlmişik. Narahat idim, amma oturanda bildim ki, hamısı bilirəm və yazmışam. Sonra isə nəticələr çıxanda çox həyəcanlı idim. Olimpiyadadan qızıl medal almışam və kubok qazanmışam. Sıralamada 3-cü yer tutduğuma görə. Daha çox belə olimpiyadalara gedib medallar qazanmaq istəyirəm. Mən komandam ilə bu il Azərbaycanın FMO Riyaziyyat Olimpiyadasında təmsil etmişəm. Mən bu yarışmaya gələndə çox canlı idim, amma bilirdim ki, mənim cavablarım yaxşı olacaq. Mən gələn ildə bu yarışmaya qoşulub uğur əldə etməyi hədəfləyirəm. 17 ölkə arasında komandamız 4 şagirdlə təmsil olundu. Bu 4 şagird öz sinifləri üzrə, öz oxuduqları siniflər üzrə bilik və bacarıqlarını nümayiş elətdirdi və bununla da eyni zamanda həm Azərbaycan təhsilinin inkişaf etməkdə olduğunu, həm də eyni zamanda riyaziyyata olan sevginin, bağlılığın və bizə bir babalarımıza miras kimi qaldığını və bu gün də Azərbaycanın bilikli və savadlı gənclər olduğunu nümayiş etdirmək məqsədi ilə bu yarışda oldular və eyni zamanda biz şagirdlərimizlə ölkəmizi təbliğ də etdik və Azərbaycan bayrağını dünyanın bir növ bizdən bir xeyli uzaqda olan, bir uzaq məsafədə yerləşən ölkəsində ölkəmiz haqqında tanıtdılar. Bizim mədəniyyətimizi, ən azı Azərbaycan da bir ölkə haqqında öz informasiyalarını, biliklərini bölüşdülər. Çox şadam ki, mənim nəvəm Rafael Mahmudov Vyetnamda keçirilən Riyaziyyat Olimpiyadasının qızıl medalını alıb, birinci yeri tutub və bununla fəxr edirik və ümidvarıq ki, bu gələcəkdə də Azərbaycan riyaziyyat elminin təbliğ olunmasında böyük bir nailiyyət olacaqdır və biz Azərbaycanın bayrağını Vyetnamda da uzatdıq. Mən həqiqətən bu günlər çox sevincliyəm. Bəlkə də həyatımda bu qədər həyəcanlı olmamışam. Həm həyəcanlanmışam, o imtahan keçirdincə mən nə keçirmişəm onu özüm bilirəm. Allaha çox şükür ki, mənim balam getdi, nəvəm getdi, yer tutdu, gəldi. İnşallah ondan da yüksəklərini gözləyirəm. Qeyd edək ki, Global Olimpiyat Center'in təşkilatçılığı ilə Azərbaycan komandası növbəti beynəlxalq uğura imza atıb. Rafael Mahmudov öz sinifi üzrə dünya birincisi, Səid İbrahimov dünya ikincisi, Elvin İsazadə dünya üçüncüsü olub. Onur Kərimli isə fəxri fərmanla təltif edilib. Beynəlxalq səviyyəli yarışda Türkiyə, Tayvan, Bangladeş, Qazaxıstan, Böyük Britaniya, İndoneziya, Bulqaristan, Özbəkistan, Malayziya, Çexiya, Azərbaycan, Hong Kong, Makao, Kamboca, Tayland, Qırğızistan, Vyetnam daxil olmaqla 400-ə qədər şagird bilik və bacarıqlarını nümayiş etdirib. Final proqramı çərçivəsində iştirakçılar Vyetnamda yalnız imtahan prosesində iştirak etməklə kifayətlənməyiblər. Eyni zamanda ölkənin zəngin tarixi, mədəniyyəti və milli irsi ilə yaxından tanış olublar.